Azərbaycanda enerji effektivliyi üzrə pilot layihənin icrası dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrində enerjiyə qənaət məqsədi ilə icra olunacaq. Bu həm də enerji effektivliyi tədbirlərinin təşviqini təmin edir. Belə ki, layihə gələcəkdə yaşayış binalarında və fərdi evlərdə də əhalinin istəyinə uyğun olaraq reallaşdırıla bilər. Qərara əsasən pilot layihənin icrası ərazidə son 5 il ərzində enerji effektivliyi tədbirləri həyata keçirilməməli və binanın azı 5 il istismar müddəti olmalıdır. Layihə enerji istehlakında ən azı 20% qənaəti nəzərdə tutur. Bunun üçün Enerji Effektivliyi Fondu artıq maliyyə vəsait ayırıb. Enerji effektivliyi tədbirlərinin stimullaşdırılması məqsədi ilə fondun vəsaiti hesabına bir sıra stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulub. Bu mexanizmlərdən biri müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir. Əlçatanlığın təmin olunması məqsədi ilə hazırda güzəştli kreditlərin illik faiz dərəcəsi 5% həddində müəyyənləşdirilmişdir. Bu kreditlərdən həm təsərrüfat subyektləri, həm də fərdi yaşayış evləri yararlana bilər. Bəs vətəndaşlar alternativ enerji mənbəyinin gələcəkdə daha geniş tətbiqi ilə bağlı nə düşünür? Bizim yaşadığımız ərazidə həm qaz, həm də elektrik var. Amma belə yalnız elektrik olsa, məncə daha cibə uyğun olar da, məncə münasib olar. Çalışmaq lazımdır əlbəttə. Dəyişiklik eləmək, müasirləşdirmək lazımdır. Təbii ki, işığa da qiymətinə fərq eləyəcək, qazın da. Bəli, bu çox müsbət haldır. Aparılan indikativ hesablamalar göstərir ki, aylıq 600 kWh elektrik enerjisi istehlakı olan fərdi yaşayış evində 5 kW gücündə günəş panelinin quraşdırılması nəticəsində elektrik enerjisi xərclərinə minimum 50% qənaət etmək mümkündür. Bu isə ailə büdcəsi üçün ciddi maliyyə üstünlüyü deməkdir. Bütün bu addımlar ölkəmizi enerji resurslarından daha səmərəli istifadə olunmasına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına xidmət edir. Şahnun Qasımova, Faris İşğəlizadə, ATV xəbər.